Baş sponsor Tafi uşaq bezləri. Sponsorlar Aki Inter xaricdə təhsil şirkəti, Bəyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show başladı. Xanımlar və cənablar, sevilən axşam şousu İbo Show başlayır. Qonaqlar gəlir maraqlı söhbətlər edir. Sənət dünyasından hər kəs hökm edir. Şounu təqdim edir İbrahim Azəri. Gecənin ulduzu İbrahim Azəri, ekranlarda parlayan bir zəfəri. Maraqlı qonaqlar, uzun müddətli, bu verilişin adı İbo Show deyilməli. Gecənin ulduzu İbo Show və İbrahim Azəri efirdədir. Əziz televiziya tamaşaçıları, hər birinizi salamlayıram. Axşamınız xeyir olsun. Bugünkü İbo Show yenə də maraqlıdır, yenə də gözəldir, yenə də baxımlıdır. Odur ki, tam 2 saat köklənin. Hava çox soyuqdur. Yaz ayını yaşasaq da, amma bu hava elə təbiidir ki, bu ayların elə öz havası da var. Həm isti olur, həm soğuk olur, həm yağışlı olur. Yazın yağışı da bir başlı olur. Bugün də həmin havalardan biridir. Soyuq amma isti proqram. İbo Show efirdədir. Ulduzu İbrahim Azəri, ekranlarda parlayan bir zəfəri. Bilirsiniz ki, hər gün yayımda olduğumuz zaman bir çox sənətçilər qonağımız olur və müxtəlif söhbətlər burada aparılır və elə sənətçilərin mahnıları da olur və sevilən mahnılar da olur ki, İbo Show'da təqdimatı olur. Bugün də söhbətlərimiz bol, ifalarımız bol, şeirimiz var, mahnımız var, daha sonra sazda ifamız var, klarnetdə ifamız var. Bugün çox maraqlı bir İbo Show hazırlamışam sizə. Siz də qoşula bilərsiniz. Gördüyünüz nömrə bizim WhatsApp-la əlaqə nömrəmizdir. Odur ki, 051 579 47 47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. WhatsApp-la yazın. Həm də İbo Show official səhifəmizin Instagram və TikTok səhifəsi aktivdir. SMS-lərinizi yazın, göndərin. Dostlar, mən də çalışdığım qədər sizin üçün o SMS-ləri oxuyacağım. Təbrikləri olanlar da buyurub müraciət eləyə bilərlər. Odur ki, qonaqlarımız elə buradadırlarsa, mən istərdim elə birazdan qonaqlarımızı da çağıraq. Bugün qonaqlarımızda çox suallar olacaq. Nələrdən danışacaq, nələrdən, hər birini birazdan özünüz görüb və eşidəcəksiniz. Maraqlı qonaqlar, uzun müddətli, bu verilişin adı İbo Show deyilməli. Bu musiqini artıq saxlayın, bəsdir bu qədər. Yetdi. İndi təqdimat eləyəcəyim qonaqlarımın mahnıları olacaq, qonaqlarımın musiqiləri olacaq, şeiri olacaq. İlk olaraq elə öz həmkarımı dəvət eləyəcəm. Dünya televiziyasında baxımlı proqram, bir İbo Show'dur, bir də Tam Səmmidir ki, maşallah olsun ki, dillər əzbəri olub. Bax, bu 2 aparıcı və 2 proqram. Dəvət eləyim, bugün onunla da danışacağım sözlər çoxdur, suallarım çoxdur, sorğu-sual etmək istədiklərim çoxdur. Əslində, bu insanı, bu aparıcını, bu şəxsi siz hər gün saat 12:00-da Dünya televiziyasında görürsünüz, sevirsiniz, izləyirsiniz. Artıq 20 ilə yaxındır ki, o Dünya televiziyasında bir çox proqramlarla, amma Tam Səmi proqramıdır ki, o dillər əzbəri olub. Özü də sevilən aparıcıdır. Bu mövsümdə ilk dəfə bizimlə bərabər olacaq. Azərbaycan televiziya məkanında Samir adında 1-2 aparıcı var ki, biri elə tanınanlardan əsası da bu oldu. Dəvət eləyib elə gözəl bir şeirdə səsləndirib, öz səsi ilə, öz abu-havası ilə, öz mimikaları ilə bugünkü proqramımızda səmimi oğlan Samir Bayramlıdır, dostlar.
Nədənsə bu sevgi yarıda qaldı. Mən olduq, sən olduq, biz olanmadıq. Hər imkanda bu sevgini bitirdik. Birimiz əhdinə düz olanmadıq. Özümüzü yalan sözlə ovutduq. Sevgimizi atıb həsrəti tutduq. Axı niyə sevdik, niyə unutduq? Niyə sevənlərə iz olanmadıq? Əvvəl bu sevginin heyranı olduq. Gündə neçə dəfə qurbanı olduq. Nə bir dərd əhlinin dərmanı olduq, nə də bir yarıya buz olanmadıq. Dəymə nə olar, yaralarım təzədir. Elə bildik, bu sevgi yox, məzədir. Nə sevgimiz eşq şeirinə bənzədi, nə də bir sətirdə söz olanmadıq. Ayrılıq elə də asan olmadı. Yandıq, naləmizi duyan olmadı. Sonunda bizdən çox yanan olmadı. Nə qədər yandıqsa köz olanmadıq. Birimiz əhdinə düz olanmadıq. Samir Bayramlı, həmkar, İbrahim, çox dost, sağ ol. necəsən, xoş gəldin. Teşekkür edirəm. Mən də ekran qarşısında mən bilirəm ki, İboş Show'nun öz xüsusi tamaşaçıları var ki, bir saniyəni, nə bilim, bir dəqiqəni belə keçirtmirlər. Ekran qarşısında əyləşib, bax, axşamın bu saatında ölkənin ən maraqlı şousunu izləyən izləyicilərimizin hər birini ayrı-ayrılıqda salamlayıram. Xoş gəldin Samir. xeyir. Samir, aparıcı, Aycan. əyləş. Aparıcı kimi hər gün efirdəsən də, həftənin 7 günü sənin proqramın yayımlanır saat 12 tamamda. Aparıcı kimi proqramda, efirdə təqdimat yaxşıdır, yoxsa qonaq kimi? Əslində, bax, hər gün efirdəyəm də, amma sənin verilişin olsun, başqa həmkarlarımın aram-sıram proqramlarına gedirəm. O həyəcan olur. Qonaq qismindəki qonaq proqram qismində, hə. gələndə adamda qəribə bir həyəcan olur, qəribə bir məsuliyyət olur. Deyirsən, bu nə? İçəridə inansan, ürəyimin səsini özüm eşidirdim. Doğrudan Amma sən elədir. məni Mən, təqdim eləyəndə- məsələn, bu yaxınlarda sənin proqramında olanda da, elə bir adam ilk dəfə də efirə çıxacaq. Hər gün efirdə deyirsən, gülürsən, amma qonaq kimi adını gözləyirsən, dəvət olma, bilmirsən nə danışasan, necə salamlaşasan, heç onu da bilmirsən. Tam səmimidə belə də artıq 13 ildir və 13 il hər gün, eyni saat, eyni vaxt, müxtəlif qonaqlar. Elə bilirəm ki, hərdən uşaqlara keçən dəfə deyirəm əməkdaşlarımıza, deyirəm, elə bilirəm ki, hərdən ümumiyyətlə verilişdə deyilik, bizi heç kim görmür, artıq o hissi O yaşayır hissi adam. yaşayır adam. Elə bilirsən ki, ancaq özümüz üçün bu belə də olmalıdır da, hər gün gəlməliyəm, o kameralarla, operatorlarla danışmalıyıq, gülməliyik və bu tamaşaçılarımıza təqdim olunur. Yəni bir vərdişə çevrilir. Vərdişə çevrilib, doğrudan artıq o hissi həm qonaqlar burada yaradır. İndi səmimi olduğumuz qonaqlar olur, həm şəxsidə dostluğumuz olan qonaqlar olur. Bilmirsən, hərdən unudursan ki, orada kameralar səni çəkir, izləyicilər izləyir. Samiri də ki, maşallah olsun ki, izləyənlər çoxdur, həqiqətən, Çox sevənlər təşəkkür edirəm çoxdur. İbrahim, Bugün çox sağ ol əzizim. bariz nümunədir ki, Samirin getdiyi toylar onun bu sevgidən qazanılmış toylardır, getdiyi tədbirlər olsun, efirlərdə gələn SMS-lər sənə bu bariz nümunədir. Samir, səni Çox sağ ol. uğurlamaq istəməyiblər. Uğurlamaq digər kanala hansısa bir televiziya Olur axı, Dünya transfer televiziyasından çoxsunu uğurlamaq istəyirlər. çox olub əslində. Hələ indi yox, bir nə bilim 7-8 ildir. Bəzən mənə
tamaşaçılarımız söyləyirlər, Samir, nə qədər sadiqsən, aparıcı var da, bu mövsüm bu kanalda olur, nə bilim, o birisi mövsüm digər telekanalda olur. Hamısı Azərbaycan tamaşaçısına xidmət edən televiziyalarımızdır. Mənə çox təkliflər olub, televiziyalardan, kanallardan, hazır layihələr də veriblər. Elə bizim Tam Səmminin digər başqa bir kanala transfer olmasını da istəyiblər, amma özüm istəməmişəm. Çünki Dünya TV-də mən bu televiziyada böyüdüm, bu televiziyada yeridim, bu televiziyada addım atdım. Bilirsən, İbrahim, mən belə başa düşürəm, yəqin sən də təsdiqləyərsən məni. Fərqi yoxdur, istəyirsən BBC-də çalış, istəyirsən hansısa bir, nə bilim, xarici ölkə kanalında çalış, istəyirsən Azərbaycanın yerli televiziyalarına, harada çalışırsan çalış. Bu dəqiqə pult əsridir. Bəli. Kanal çevirirlər, harada sənin görmək, belə deyim də, istəsələr o kanala baxacaqlar. Tamaşaçın Yəni, səni, kanalı əgər daimi tamaşaçındırsa, Bəli. bugün transfer olsan da, qalsan da, Getsən fərqi də. yoxdur. Hə. Səni izləyən orada da izləyəcək, burada da yəni heç bir şey dəyişməyəcək. Bəli. Yəni, o dəyişməməyə görə də, çünki mən Dünya Televiziyasının rəhbərliyi başda olmaqla, ümumiyyətlə bu kanalımızda məsul vəzifələrdə çalışan elə biri də sənsən. Hər birinizə dərin təşəkkürümü bildirirəm ki, istədiyimiz şəraiti bizim üçün yaradıblar. Öz evimiz kimidir, çox rahatıq, hamının üzü gözü bir-birinə öyrəşib. Yəni, mənim 18 yaşım yoxdur ki, hansısa bir yerə gedim, yeni məcburiyyətdən təbii ki, belə deyim də... 18 yaşın yoxdur, neçə yaşın yoxdur? O bir bugün yaş üstündə... Əslində, sənin yaşın çoxları üçün maraqlıdır ki, Samirin neçə yaşı var? Neçə yaş? Belə maraqlı da qalsın. Məsələn, çoxları bəlkə də deyər Mən ki, Kitay Samirin... sortuyam. O günləri dostumuz mən belə dedi, sən ki, vurub deyir Samir, sən Kitay sortusan, yoxsa ölmüşəm, maşın sürürəm. Deyirsən, Kitay sortusan, yoxsa Yapon sortusan, nə yeyirsən, nə içirsən? Dəyişilmirsən. Dəyişilmirsən, nə bilim. Yaxşıdır. Samirlə danışacaqlarım çoxdur. Birazdan elə həmin sualları da verəcəm. Əslində, Samiri kövrəldən məqamlar da çoxdur. Məsələn, elə tamaşaçılarımız baxdısa, Samir şeir deyəndə belə o şeiri dediyi zaman kövrəlmə oldu. Teşekkür edirəm. Sevgidən bəhs eləyəndə niyəsə Samir kövrəlir. Bilmirəm nədir onun səbəbi. Samirin o yarıda qalan sevgisi kim olub? Niyə o yarıda qalır? Allah, evə gedəcəm oğlum. Bunlar haqqında birazdan danışacaq Samir, amma dostlarımız da var. Samirin də dostlarıdır, mənim də dostlarım. Ümumiyyətlə, xətri əziz olan insanlardır. Dəvət eləyək, gəlsin elə. Vüsalı dəvət eləyək bəlkə. Klarnet ifaçısı. Vüsalı çox istəyirəm. Vüsal illərimin dostudur. Evlərində olmuşam, evimizdə olub. O qədər çox istəyirəm. Eyni simada, eyni xarakterdə, eyni mövqe. Vüsalla biz toy şənliklərində də bərabər olmuşuq. Həqiqətən Vüsal... Dəyişilməyəndir də. Yəni, mənim üçün elə bilirəm ki, nə bilim, ailə üzvlərimdən biridir. Yəni, bunu özü də bilir onun. Yəni, onu nə qədər çox istədiyimi bilir. Dəvət eləyək o zaman. Gəlsin. Klarnet ifaçısı, tanınan, sevilən Vüsal Ramizoğlu gəlir, dostlar.
Vüsal Ramizoğlu, xoş gəldin Vüsal qardaş. Çox sağ olun İbrahim, var olasan əziz qardaşım. Mənim əziz qardaşlarım, daha doğrusu Samir də mənim üçün çox əzizdir, sən də mənim üçün çox əzizsən. Salamlayıram sənin bütün tamaşaçılarını və bu hava biraz bu günləri biraz dəyişdi, soyuqladı. Amma burada bir istilik var. Mən ümid edirəm ki, tamaşaçılarımıza da buradan bir istilik ötürürük biz. Sənin xətrin əzizdir, səni çox istəyirəm. Var ol, Verilişin qarşılığında çox da. baxımlıdır, verilişləriniz çox baxımlıdır. Samirin də sənin də. Belə deyim də, həqiqətən xoş oldu. Bugünkü Xoş gün gəldin, üçün. əyləş. Təşəkkür Ürəyin harda ederim. istəyir, əyləşə bilərsən. Çox sağ ol. Vüsal, sən də bizim üçün dəyərlisən. Sən ümumiyyətlə Azərbaycan televiziya tamaşaçısı üçün sevilən simasan. Var ol, çox sağ ol. İndi klarnet ifaçısı olaraq da öz sənətini təbliğ edirsən, tanınırsan, Sağ maşallah ol, olsun. minnətdaram. Hə, və bu gün də mən deyərdim ki, o beşliklər varsan da, o sənin o barmaq sayılacaq klarnet ifaçılar var ki, sənin də adın orada Çox səslənir. sağ ol İbrahim. Bilirsiniz nədir? Yəni sənətçiləri tanıtdırmaq, sevdirmək bilavasitə sizlərdən çox şey asılıdır. Və sizin kimi baxımlı, səviyyəli verilişlərdə hər bir sənətçi tanınmağı, yəni belə deyim də, yəni normaldır. Amma təbii ki, o sənətçinin də sənəti olmalıdır. Mən bilirəm Təbii ki, ki. Samir də, sən də verilişinizdə mən bir dənə qeyri-peşəkar ifaçı görməmişəm. Hərdən Yəni, olur, bu günə- hərdən Yox, olur. indi- Arada indi. İndi vallahi hərdən olmağı Arada bilmirəm, amma yəni mən gördüyüm Arada istəyirik öyrədək də. sizdə heç vaxt qeyri-peşəkar sənətçi ifaçı olmur və sizlər sağ olun. Bütün sizin kimi dostlarımız, sizin həmkarlarınız sağ olsun. Yəni sizdən çox şey asılıdır. Biz o qədər mahnı yazdıra bilərik, o qədər nə bilim istedadımız olur. Onu siz televiziya kanalları üzrə çıxartmasanız, yəni o mümkün deyil, onu tamaşaçı görsün və Amma- sizə təşəkkür Hə, edirəm. buyur Samir. Səni mənə misal göstərir, amma Vüsalı demək olar ki, teleməkanlarımızda, ümumiyyətlə Azərbaycan teleməkanlarında çalışan aparıcılarımızın əksəriyyəti çox. Əksəriyyət Bəli. yox deyərdim ki, elə Hamısı. hamısı Bütün- belə bütün fikirləşirəm. televiziya kanallarında görmək olur. Televiziya kanallarında görmək olur və çox istəyirlər ki, səni bu münasibəti özü qrup yaradıb. Hamısı fikirləşirəm ki, Vüsal məsəl üçün kimdən belə baxıram, bütün aparıcılarla eyni. Var olasın. Mətanət Var, məsəl üçün dostumuz ölür bunun üçün. Həqiqətən sağ ol. ha. Ki öyle Vüsal deyəndə elə bir dinə imana gəlir. Vüsal İndi yox. çoxsu İndi- belədir. İndi məsələn bir çox klarnet ifaçıları, virtuoz ifaçılar var ki, tanınırlar, amma bəzən proqramda onlarla müsahibə olmaq çox belə Heç adamı efirlərdə narahat də edir. yoxdular. Belə Efirdə gözəl də olmur. sənətkar olmaq olar, amma yoxdular. Efirlərdə Tamaşaçı yoxdular, mən çoxsun razıyam. tanımır. Niyə klarnet ifaçılarla təşviklərini efirdə görmək olur? Çoxsu getmir efirlərdə. Ümumiyyətlə dəvət almırlar, yoxsa ümumiyyətlə onlar üçün maraqsız da efirə çıxmaq? Yox, İbrahim, maraqsız söhbəti deyil. Onda çağıran onu mən, yoxdur. Çağıran yoxdur. Təsəvvür edə bilmirəm ki, hansısa bir sənətçi üçün efir maraqsız olsun. Yəni bu mümkün olan bir şey deyil. Sadəcə olaraq biraz efir qaydaları da var da. İndi orada nə bilim vallah biraz desən başqa cür çıxar. Sən yaxşı sənətkar ola bilərsən, ola bilər efirdə özünü apara bilmərsən. Yəni bu müğənnilərdə də var, instrumentalistlərdə də. Yəni o demək deyil ki, sənəti məsəl üçün güclü olub özünü efirdə apara bilməyən musiqiçinin də aparıcı dostları var. Amma aparıcı çağıra bilmir ki, ehtiyat eləyir ki, çağıraram birdən Özünü özünü apara yaxşı apara bilməz. Siz 5-10 nəfərin, 300-200 nəfərin içində özünü aparma, amma bu milyonlarla sizə tamaşaçılar Bəli, var. Yəni bu məsələlər də var, amma mən inanmıram ki, hansısa bir sənətçi, hansısa bir müğənni efir üçün can Efirdən atmasın, efirdən qaçsın. Yəni mümkün deyil o yəni. Dəvət eləyim, növbəti dostumuz da o da efirlərdə görünür. Maşallah olsun. Bir gün Samirdə, bir gün İbo Show'da. Bir gün Samirdə, bir gün İbo Show'da. Ha Samir? Sən demiş çox sevilən musiqiçidir. Bəli, Çox. sevir. Dostumuzdur. Samir, dostluğun necədir? Dəvət eləyim, sonra danışarıq. Dəvət eləyəcəm. Başı qalmaqaldan elə təzə açılmışdı ki, yenidən düşdü qalmaqala. Nə qalmaqaldı? Özü mənim proqramıma baxanda dedi, yenə bu danışır mənim haqqımda, gələcəm, nə gələcəm. Gəlib, ifası ilə gəlib, ifasını səsləndirək, daha sonra elə tanışığı ilə də cavabları verəcək. Fərhad Tufan, Tufan törətməyə gəlir.
Xoş gəldin qardaş. Axşamın xeyir olsun. Tut görüm. Axşamınız xeyir olsun. Salamlayıram hər kəsi. Aha. Dəyərli, Yuxudan təzə İzləyicilər. durmusan deyəsən. hə, yatmışdım. Dəyərli izləyicilərimizi salamlayıram. Çox gözəl, baxımlı verilişdə hər birinizi xoş gördük. Gəldim burada dəyərli qardaşlarımı da gördüm. Çox şad oldum. Dəyərli aparıcımız Samir qardaşımı salamlayıram. Dəyərli bizim klarnet ifaçımız Vüsal qardaşımı salamlayıram. Allah hər birinizə uzun ömür, can sağlığı versin. İnşallah. Sizə təşəkkür İfatiyə edirəm. musiqi. Çox sağ ol Fərhad. İfatiyə musiqi nə musiqi idi? Bu əslində İran mahnısıdır. Aha. Bunu bir 3 ay bundan qabaq istəyirdim ifa eləyəm. Atdım uşaqlara o sinizatör ifa səyyada. Dedim səyyatımı. Dedi vallah burada elə bir mövzu yoxdur da. Sonra da gördüm ki, Nəfəs xanım götürüb oxuyub bunu qəşəng. Aha. Getmir mahnısı. Əslində bir 3 ay olar. 3 ay bundan qabaq mən də bax telefonda atmışdım. Çox xoşum gəldi. Nəfəs xanımda populyar olandan sonra sən götürdün ifa elədin. Nə onda? Ki Hə, onda eşitdim, dedim bax görürsüz, bax götürüb oxuyub. Əslində biz bunu ifa eləyə bilərdik. İndi fərqi nədir ki, ümumiyyətlə mən ifaçıların hər birinin mahnısını götürüb məsəl üçün oxuyuram. Belə deyək də, sazda ifa eləyirəm. Sən həm də oxuyursan deyəsən. Oxumaqla qurtarmışam. Oxuyurdun da amma. Arada olub, hə, yəni ancaq belə oxuyanlarımız çoxdur, maşallah. Amma oxuyanların çoxsuna dəstək olmusan. Hə, dəstək olmuşam. Hə, sonradan bəs indi münasibətlər nə yerdə? Çox gözəl. Hamısı ilə. Dəstək olduğun müğənnilərin hər birinə münasibətlər yaxşıdır. Yox, bəziləri var, bir balaca çörəkləri dizi üstündə olanlar Məsələn, var. kim? Yox da, indi sən qalmaq, yenə mənə qalmaq soxmaq istəyirsən. Samir, görürsən də. Hə, yox, məsələn, bax, Allah canını sağ eləsin, Xanış Şöhrətoğlu. Çörək dizinin üstündədir? Yox, deyirəm axı, görürsən, deyirəm. Xanış çörəyə dizinin üstündə olan oğlan deyil. Hə, Çox mən onları soruşdum. mənə dəyər verən qardaşdır. Həmişə də hər zaman elə olub ki, məsəl üçün mən ola bilər ki, bir balaca haqsız yerə nəsə onun üstə getmişəm. Yenə də o mənim heç vaxt özümə qayıtmayıb. Allah onun atasına nasib. Xanışa dəstək olmusan da sən? O Xanış ümumiyyətlə sənətə belə deyək, mənim yanımdan başlayıb. 16 yaşından atasından Xanışı atasından 16 yaşından almışam. Da demişəm ki, bir də bizi yığma. Xanış hardadır soruşma. Həqiqətən də o soruşmur ki, Xanış sən hardasan, bir də mənim yanımdadır. Neçə il sənlə çalışdın? 4 ilə yaxın bizlə bir yerdə oldu. Sonra Allah yolunu uğur eləsin. Çox gözəl də, həm də zəhmətkeş oğlandıq. Özlərində işlədi, əziyyət çəkdi. Salamlayıram hər birini. Bu gün Xanış deyir o sözlər ki, mən Fərhadla getmişəm toylara işlədim. Xanış, mən onu bilirəm ki, bu gün mənə görə zəng eləyirəm, Amerikaya gələr dalımca. Gələr? Gələr. Məsələn, nəyə gələr? Nə desən gələr Xanış, Fərhad? Məsələn, oturmusan, rayonda oturmusan. Problemim olanda qəfil yığılası insanlar var, səndə də var elə çox. Bəli, əlbəttə var. Yığırsan ki, məsələn, mənim falan problemim var, deyir, özü gələ bilmir, məsələn, deyir ki, məsəl üçün, Vüsala deyim, 5 dəqiqə gəlsin, sən yanıma yetişsin. Bildim. Elə bir oğlandır Xanış. Hansı maddi tərəfdən dəstək ola bilər sənə? İstər maddi, istər mənəvi. Mən Allah şükür ki, maddi tərəfdən heç kimə ehtiyacı olmayan insanım, bilirsən. Bəs hansı dəstəyə gələ bilər? Ola bilər ki, məsələn, mənim atam xəstəxanada yatdı. Birinci gəldi, düz neçə gün başının üstündə dayandı. Dedilər, qan vermək lazımdır. Düz 600 qram qan verdi. Yəni, insandan o qədər qan çəkilməz də. Məsələn üçün, birinci deyir ki, qanı məsələn, mən verəcəm əmmə. Məsələn, dar gündə tanınan Yəni, Xanış eləyib. Samir, sən birinci proqramımızın girişində bir şeir səsləndirdin. Çox gözəl sözləri var idi. Onun sözləri kimindir? Musiqi? Sözləri, deməli, Zöhrə xanım Xəlili. Aha. Musiqisi də bizim elə sabahda efirimdə qonaqda Mehriban Qəmbərova. Mehriban xanımdan icazəsini aldım. Dedim, daha sonra da mən deyir, Samir, kaş ki biz bunu bir duet eləyərdik. Duet eləyərdik, buna bir video görüntü çəkərdik, maraqlıdır. İnşallah fikrim var ki eləyəm. Duet, Mehriban xanımla duet? Bəli, o oxusun, sən şeir deyirsən. Dedim. Hə, o yəni mahnı olaraq çatdırmışdı tamaşaçılarımıza. Ola bilər, gələcəkdə hər şey ola bilər. Gələcəkdə ola bilər, əslində yaxşı anlar. Mən bir şeyi, indi tamaşaçılar necə hiss elədi yoxsa yox, ya bizim işçilər hiss elədi yoxsa yox, bizim sağ olsun Elçin telefonla oynayır, bəlkə də baxanda hiss elədi. Fərhadın içəri daxil olduğu zaman, bilmirəm, sən də fikir verdin yoxsa, Samirin mimkaları dəyişdi. Yaxşı mənada yox. Elə bir ki, biraz qaşqabaq gəldi sənə, biraz elə bir ki, nəsə... Fərhad ifa eləyədiyi vaxtda biraz elə bir sifətdə dəyişikliklər oldu. Mənə elə gəldi, yoxsa həqiqətən elə? Çay içirdim sadəcə olaraq. Çay soğuruq bəkənəsi.
nasazlamışam. Yox, Amma mən bir qətiyyən. söz deyim də, Samir məsələn bayaq o söhbət düşdü, dar gündə insanın yanında. Aha. olan. Samir gərək haqqı deyəsən də. Məsəl üçün mənim elə bir çətin vəziyyətim olub ki, Samir bir qardaş kimi mənim bir dəstək, mənəvi dəstək həm mənim yanımda olub. O Onu da Samir deyim sənə. o sınaqdan keçib. O Samir sınaqdan keçib ona görə də mən ona təşəkkür edirəm. Onun Allah balasının gözəl gününü nəsib eləsin. Biz də gərək iştirak edək, əvəzini çıxaq. Samir həqiqətən belə deyək də, onun da bir mənim boynumda haqqı var. küsül olmusunuz Samirlə yoxsa yox? Hə, olub. Hansı illərdə küsül Bir də olmusunuz? görsəm nə Samir nətər adamdır, mən deyim də. Samir bir şeyin bir yerinə çatmayıb adamdan inciyən adamdır. Hə, elə xarakteri var. Yerinə çatmır da. Məsələn deyir sözü. Kökünə gedib çıxmır. Elə Sözü eşitdi deyir, səs. sözü Hə, sən biraz şey falan eləmisən. inciməhliyim var. Adamdan tez. İndi inciklisən inciyərəm. Fərhaddan? İndi yox, incikli deyiləm. Nə alqışladın? Nə də mimkanı Yəni dəyişdi çatmırsan oldu. ki. İkinci mahnının sonunda çoxunda. Hə, yəni sən içəri daxil məsələn misal alqışladı, o O da öyle, Samir nəsə. sən Yox. hiss eləmisən. Bunlar tava axtarırlar, vallahi Mən yox. səni yaxşı tanıyıram. Bu nəsə var arada, yüngül bilmirəm. Mən kimi Samiri heç kim tanıyanmaz. Heç nəsə olanda o ümumiyyətlə mənə həmən səs atır ki, mən Hüseyn Fərhad falan yerdə falan söz eşitmişəm. yo. Sən o söhbətin içindəsən. Mən məsələn yenə deyirəm, xoşuma gəlməyən cəhət odur ha. Bir dənə odur xoşuma gəlməyən. Bir şeyin yerinə çatmayıb, həmən məsələn sözün deyir, sonra səni dinləmir. Ancaq sonra Allah tərəfi danışasan da, mən səs atırsam, sənin başa düşür ki, məsələn, həmən bunu bilmirdim Fərhad. Mənə bağışla. Bu şey var onda. Samir, sən də bir çox müğənnilərə dəstək olmusan. Bu sənətdə çoxlarına, yəni öz efrin vasitəsilə dəstəyini Bəli, çox göstərmisən. adamlar, çox. Hal-hazırda o sənətçilərin səninlə münasibətləri necədir? Valla münasibətləri çox yaxşıdır. Demək olar ki, elə müğənnilərin bu gün gündəmdə olan bizim müğənnilərin əksəriyyətinin ilk efirləri mənlə başlayıb. Məsəl üçün bax Bahar Lətif qızı ilk efiri məndən olub. Yeganə Mürsəlova ilk efiri məndən olub. Sonra Vəfa Şərifova ilk efiri məndən olub. Aha. Nəfəs ilk efiri məndən olub. Arzu Qarabağlı ilk efiri məndən olub. İlk efiri nə bilim Mən özüm bir dəfə bir televiziya gəldi bizi çəkdi. İkinci dəfə kim idi yanına? Dedi ki, Samirin nömrəsini verim sənə, yığ, danış. Yığdım, həmən dedi ki, gəlin həftə gəl efirə. çox müğənnilər. İkinci efirim mən burada olub. Samir, bax indi Fərhad üzr istəyirəm. Adın saladığın hal-hazırda o ifaçılar, məşhur ifaçılardır Bəli. da. İlk dəfə sənin proqramda tam səmimidə efirə çıxdılar. Bəli, tam səmimi. Bir neçə il bundan qabaq. Amma nədənsə hal-hazırda o adın çəkdiyi müğənniləri sənin proqramda ara-sıra görmək olur. Səbəb nədir? Münasibətlərin yerindədir yoxsa yox? Yox, münasibətlərim, bax o bir neçə gün bundan qabaq bir ev şənliyində toy dedim, dünən yox sırağa gün. Bizim sevimli müğənnimiz Mətanət Əsədova o qədər demirəm, o yansın məni tərifləsin. Mətanət xanım o qədər gözəl danışdı mənim haqqımda toyda, cəmaatın toyudur. Bura nə veriliş deyil, nə bir şey deyil. Yəni həqiqətən özüm belə matmə, elə bir ki insan bütün günü mənim yanımda olub. Yəni xarakterim o qədər gözəl belə analiz elədi. Bilirsən indi telekanallar çoxdur. Sosial media əsridir indi. TikTok, Instagram, YouTube hərə bir canlı açır, qoyur qabağına, məsəl üçün izləyicilərini orada görüşür. Amma bununla belə də yenə də hamısı ilə Amma münasibətlərim sənə bir söz əladır. deyim. Əslində bu gün Azərbaycan televiziyasında gündəlik efirə çıxan verilişlər arasında biz də varıq, sənlə mən də, Bəli. bizim proqramlar. Heç Başqa qonaqsız, bir qararsız. televiziyalarda gündəlik yayımlanan verilişlərdən fərqimiz də var. Mən bəsələn, siz də yəqin tamaşaçı kimi evdə oturub baxırsınız. Elə olub ki, başqa bir televiziyada yayımlanan o proqramlarda hər həftə eyni qonaqlar olur. Hər həftə eyni qonaqlar olur. Veyahut qonaq orada olmasa da onun haqqında müzakirə olunur. Qonaq İnsanlar evdə çox yatır. narazılıq eləyir ondan, deyim biləsən. O eyni Əslində qonaqları o eyni çağırırlar. ha. simaları görmək Yəni bilirsiniz və nələr yazırlar eyni ümumiyyətlə. mahnıları oxuyurlar da, yeni fərqli mahnı oxumurlar. Özünü yormaq da çox olmaz. Qonaq başqa şeydir, aparıcı başqa şeydir. Çox düz deyirsən. Bu elə bu günləri bir qonşu kanalların birində baxıram. Keçən həftə olmuşam məsələn. İndi deyəcək ki, mən aparıcı çağırıb yalan deyirsən. Aparıcı səni ikinci həftə zorla çağıra bilməz. Sən özün ona demirsən, o da səni çağırır. Yəni tamaşasını da çox yormaq olmaz. Biraz maraqlı ol, biraz şirin ol. Heç olmasa təzə bir ifalarla çıx da yaxşı.
Yoxsa elə eyni keçən həftə də bu mahnını ifa elədim, bunu da Eyni, ifa elədim. eyni. Olmaz da. Bir də biraz İbrahim, düz çox deyil. üzr istəyirəm dostum. Deməli, mən məsəl üçün heç vaxt fərq qoymamışam. Tutaq ki, bu xalq artistidir, bu əməkdar artistdir və yaxud bu populyar müğənnidir və yaxud bu gənc bir ifaçıdır, yeni sənətdə addımlayır, ilk efirləridir. Mənim studiyamın qapısından daxil olan müğənnisi olsun, digər peşə sahibləri olsun, kim olur olsun. Mən onları elə bilirəm ki, öz evimdə qarşılayıram. Evdə bir insanın qapısı açılırsa, ona qonaq gəlirsə, o xoş münasibəti nə cür göstərmək lazımdır. O insandan xoşum gəlməsə də, o insana qarşı içimdə belə qırğınlıq olsa da, o müküsü olsa da, mən onu heç vaxt efirdə yansıtmamışam. Onu çox istəyirmiş kimi efirdə özümü elə göstərmişəm. O 2 saat ərzində istəməmişəm ki, tamaşaçı başa düşsün ki, mən bu adamdan xoşum gəlmir. Yəni bu adam, amma o münasibətimi qoruyub saxlamışam. Efir bitəndən sonra yenə eyni qaydada. Hər kəs köylü köyünə. Bəli, öz yoluna. Əslində o televiziyanın o tərəfində, evində əyləşib bizə baxan tamaşaçı o maraqlı deyil ki, məsələn, siz bundan küsülürsünüz və yaxud da sənin kefin yoxdur, ailədə, evdə şəxsi problemlərin var, onun heç kimə aidiyyəti yoxdur. O problemləri də efirə gətirib danışmaq düzgün deyil. Məsələn, mən çox pis baxıram ki, biz nə vaxt televiziyalarda, nə vaxt bu hala düşdük bəzi verilişlər, mən elə tuta bilmirəm, mətbəx mövzularını bəli, dava qırğın, o dava qırğını hamımız eləyə bilərik, hər birimiz o dava qırğını. Zaten bugün insanların əsəbləri gərgindir, hamı bir tikə çörəkdən ötürünü tezdən çıxır, axşam gəlir, istəyir gəlib oturub ekran qarşısında istirahət eləsin, yoxsa efirdə dava qırğın, o izləyicinin özünün şəxsi problemləri, yəni bu yaxşı görsənmir. Yaxşı görsənmir. Əlbəttə yaxşı görsənmir. Əslində rəqabət olar, rəqabət aparmaq lazımdır da dava yoxdur. Yəni niyə deyən dava üçün əgər davalıq söz söhbətin varsa bunu qıraqda elə də, yəni bunu evində elə, qıraqda elə, efir arxası elə, bunu tamaşaçıya göstərmə. Mənim xoşum gəlir. Sami, deməli bir verilişdəyim. Mən dava adamı deyiləm də, davadan mən qorxanam. İbrahim, bir müğənni var. Gördüm reklamlar, birinci reklamlarda yaxınlaşdı aparıcıya. Ama bir dənə sual ver, bu deyir. Aparıcı deyir ki, yaxşıdan nə deyil, nə verim, mən bilmirəm də neynisən elə deyil. Bir dənə elə ki, bir söz atın birinə, qoy mənə hoşumda cavab gəlsin, Instagramda zaten paylaşım eləyim, ora, bura. Aparıcı deyir ki, vallahi yəni mənim verilişim, elə bir belə deyim də, tutaq ki, məsələn, sənin verilişin, bax, Sami sənin verilişində, elə mövzular həmişə davadalaşdı veriliş deyil də sizin verilişiniz və bir neçə verilişlər var, yəni onlar əyalada adama xoş gəlir. Nəysə, bu aparıcının üzdən gözdən saldı qardaş, mən şahid oldum, and olsun Allaha. Deyirək ki, mahnılarından danışaq da, sən təzə nəsə oxuyub çalasan ondan da, deyirək ki, lazımdır öyləyəcə, bir dənə söz atın buna, bu da nəysə dedi, yığ özünə heç olmasa telefonla görə o adam razıdırmısa, nəysə də, yəni bax, bizən o lazımsız şeydir. Əslində, Vüsal, mənim də başıma gəlir o. Oturur, üzr istəyirəm, tamaşaçı oturur, bax, dincəlir indi, oturur. Məsələn, baxır ki, yorğun arğın gəlib işdən, oturur bizə baxır ki, məsələn, Fərhad bir mahnı ifa eləsin, qulağısı, Vüsal bir, Samir. Yoxsa mən burada dalaşım, qırığım, qardaş. Onun öz problemi özünə bəslənə efirin dalında oturanım. Yəni, nə bilim, biraz yaxşı deyil. Bəzən mən sənə razıyam, gənc ifaçılar gəlir bura, xanım olsun, bəy olsun. Deyirlər, qardaş, bir sual ver bizə, biz aləmi vuraq bir-birinə. Mən o adama başa sala bilmirəm ki, sən maraqsızsan həmin. Simi olaraq, sən o ifaçı üçün maraqsızsan. Sən düşünürsən ki, bugün tutaq ki, Fərhad Tufana, Vüsala, Samirə söz atacaqsan, onlar sənə cavab verəcək, çox səhv fikirdəsən. Gülünc vəziyyətdə düşürlər ha. Onlar sənə reklam verməyəcəklər. Gülünc vəziyyətdə düşürlər. Bəli, Özləri gülünc çox vəziyyətdə. gülünc Sən düşürlər. reklam olunmaq istəyirsən, amma o adam sənə baxıb gülüb ki, sizi bu kimdir? Səni tanımır axı. Bir dəfə sənin verilişində olmuşdu, Saatlıdan bir uşaq idi, saz ifaçısı, deyimsən, deyib mən onu tanımıram. Bəli. Mən də elə heç də demədim. Yəni sən Saatlıdan olasan, Saatlıdan başqa söz çıxmasın da, biraz indi bilənlər bilir, salamlayıram. Mənim üçün ən populyar musiqiçi oradan mənəm də. Sabirabaddan Zahid Sabirabadlı Allah rəhmət
biləsən məsələn. Belə deyə də tanınmış indi mənəm o bölgədə. Mən Nətərdə olmuşam. dediniz, İndi məndən apardılar. hə, Sənətdə yox. Yox deyir, yoxa çıxıb o. Bəs o Hərbi bilmir. xidmətdədir. Dəyim o bilmirdi, yolunda Allah əskəriyə saxlamasın. gedəcək. O bilmirdi, yolunda əskəriyə gedəcək. Allah əskərlərimizi qorusun. Amin inşallah. Fərhad, bir sual da sənə verəcəm, daha sonra sponsorlarımızdan danışım. Bugün Azərbaycan televiziyasında sima olaraq indi biz dünya televiziyasında bəzi verilişlər olur ki, başqa televiziyalardan aparıcı olaraq biz gedirik. Amma siz müğənnilər, musiqiçilər tez-tez görünürsünüz bütün verilişlərdə. Mən deyərdim ki, Vüsal daha çox, səndən çox efirlərdə görünür. Üzr istəyirəm, Fərhad da görünür. Amma çox verilişlərdə Fərhad, səni görmək olmur. Niyə elədir? Sən özün getmirsən, yoxsa dəvət olunmursan? Əslində mən baxın necə insanam. Əlbəttə ki, verilişə nə qədər bu sosial şəbəkə ola, TikTok ola, məsələn deyirəm, Instagram səhifəsi ola, mümkün deyil də. Televiziyanın yerində. Televiziyadır. Özü də məsəl üçün elə sizin televiziya kimi çox baxımlı. Mən bəzi xarici ölkələrdə də olmuşam da biz. Necə baxırlar sizin verilişlərə, sizin kanallara, bu Dünya TV necə baxırlar, baxış necədir? Təsəvvür eləməzsiniz də. İnsanlar yəni hava qaralan kimi, məsələn işdən gələn kimi, işi olmayan kimi oturub ancaq Azərbaycan bu kanallara baxırlar. Çünki maraqlı da verilişləriniz var axı. Qaldı ki, o birisi kanallara, məsələn mənim bir xasiyyətim var ki, mən ərk eləyərəm. Olar da, məsəl üçün çıxmaram, bir dəfə yığarsan, Fərhad gəl deyərəm işim var. Həm mən sözünüz mən rayondan gəlirəm. Gəldim bir 15-20 dəqiqə uzandım, üzr istəyirəm. Dincəldim bir burada, gəldim bura. Sabah məsəl üçün 2-3 gün, 4 gün Dalabadan məsəl üçün məclislərim var. Mənim də boş günümdə elə olur ki, orada o birisi kanallarda biraz doluluq olur. Ola bilər də deyirlər ki, sən gələn həftə çağıracağıq. Yığıb neçə dəfə yığırlar. Mən deyirəm ki, məsələn, həmin günü mənim məclisim var. Neçə dəfə dəfələrlə olub. Çağırırlar. Bir dəfə məsəl üçün bir qonşu kanalların birində çox baxımlı belə deyək də, baxımlı da bir verilişdir. Məni yığdılar, sabah dedim yox, birsin yox dedim 30 gün məclisdəyəm, deyir ta deyən gəlmirəm də. Yəni bu belə də olur. Dəvətlər olur. Əlbəttə bir balacada işlərim, yəni mənim çox olur. Biraz belə deyək də bir balaca işim çox olur, işlərlə əlaqədar. İşlərə görə. Bəli. Suallarım çoxalacaq, amma sponsorlarına təşəkkürümü bildirim. Reklamlara ayrılaq, daha sonra davam edərik. Baş sponsorumuz Tafiyə təşəkkürümü bildirəcəm. Əziz analar, diqqətiniz məndə olsun. Çünki Tafidən danışanda artıq anaların üzü gülür və eşitməyənləri də xəbər eləyin. Tafi bezlərindən alsınlar. Övladlarınız çox rahat olacaq gündəlik rejimində. Həm də Tafinin tərkibində Y vitamini qatqısı var. Y vitamini də uşaqlarda səpkilərdir, qaşınmalardır, qızartılardır. O bezidən istifadə etdiyiniz zaman onların yaranmasını əmələ gətirmir, qoruyur, uşaqları qoruyur. Ən gözəli budur. Və analar rahat olur, uşaqlar rahat olur. Analar nəyə görə rahat olur? Çünki uşaqlar gündəlik həyatında anaları yormurlar. Ana bezimi dəyiş, bezimi dəyiş. Həm də su çəkicilik gücü çox güclüdür. Suyu tam ürəyinə kimi çəkir. Və Tafinin şampunları da var. Əziz Tafi rəhbərliyi buradan səslənirəm. Sağ olsun məşhurlarımız o şampunları götürüb apardılar. Biri nəvəsinə, biri övladına. Siz bizə Tafinin şampunlarını təqdim edin yenidən. Və Tafinin şampunlarında da Y vitamini qatqısı var. Alkoqol və rənglərdən istifadə olunmayıb. Tam təbii olaraq hazırlanıb. Uşaqların saçını ipək kimi eləyir. Həm də ki, baş dərisində qızartılar olmur. Aki Inter xaricdə təhsil şirkəti haqqında danışmaq istəyirəm. Xaricdə təhsil almaq çoxlarının arzusudur. O arzunuzu gerçəkləşdirmək, reallaşdırmaqsa biz Aki Interin üzərinə düşür. Əziz valideynlər və xaricdə təhsil almaq istəyən tələbələr, ata-ananın arzusu da övladım bu ölkədə, bu şəhərdə təhsil alsın, bu universitetdə oxusun. Aki Inter həmin valideynlərin arzusunu və uşaqların arzusunu reallaşdırır. Çində, Rusiyada, Amerikada, İtaliyada, Avropanın bir çox şəhərlərində, dövlət və özəl universitetlərində təhsil ala bilərsiniz və təqaüdlü təhsil ala bilərsiniz. Təqaüdlə təhsil alanlara pulsuz yataqxana təqdim olunur. Təqaüdə pulsuz yataqxana da daxildir. Rusiya Dövlət Universitetlərində tam pulsuz olaraq təqaüdlü təhsil, Ədliyyə Nazirliyi, Prezident yanında İdarəçilik Akademiyası, Gömrük Akademiyası, Seçnov adına Tibb Universitetində təhsil ala bilərsiniz. Aki Inter bizimlə gələcəyə doğru. Bizim sponsorumuz olan Bəyaz Floranın məhsullarından danışmaq istəyirəm. Bəyaz Flora məhsulları tam bitki tərkiblidir. Bitkilərdən hazırlanıb heç bir dərman vasitəsi deyil. Bitkilərin hazırladığı 3000 adda məhsulu var. Bəyaz Flora rəhbərliyi və işçi kollektivi adından. Bəyaz Tonik, prostat xəstəliyinə əziyyət çəkənlər üçün
yaxşıdır. İstifadə edə bilərsiniz. Bir neçə ay istifadə edin və bütün məhsullarımızın içərisində məlumat kağızı var. O kağızı oxuyun, necə istifadə edəcəksiniz, hansı yaşdan istifadə etmək olar, ümumiyyətlə hansı xəstəlikdən əziyyət çəkirsinizsə sizə olar olmaz. Bunları biz məlumat kağızında yazmışıq. Bəyaz tonik çaylarından alın. Burada mədəsi ağrıyanlar üçün, böyrəyə ağrıyanlar üçün, zob xəstəliyindən əziyyət çəkənlər üçün, şəkər xəstəliyi olanlar üçün, uşaqların üçün, böyüklər üçün hər bir xəstəliyin dərmanı bitki tərkibli bəyaz floradır. Təşəkkürlər. Reklamlara ayrılaq dostlar. Daha sonra buradayıq. Baş sponsor Tafi uşaq bezləri. Sponsorlar Aki Inter xaricdə təhsil şirkəti. Bəyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show reklamlardan sonra davam edəcək. Baş sponsor Tafi uşaq bezləri. Sponsorlar Aki Inter xaricdə təhsil şirkəti. Bəyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show reklamlardan sonra davam edir.
təşəkkür edirik. İtən eşqim. Bunu Sonra- Samir də oxuyub, Mən də Fərhad ifa da sazda eləmişəm. ifa eləyib. Çox Maşallah, gözəl. ikiniz də bu Allah mahnıdan Yaxşı, Respublikamızın mən də istifadə xalq elədim. artisti İslam Rızayevə qəni rəhmət eləsin. Amin. İslam Rızayevin ifasında çox sevmişik bu mahnını. Sevə-sevə də İtən bu eşqim. günə qədər də oxuyurlar Və müğənnilər. Allah rəhmət eləsin. Baloğlan Əşrəfovun da repertuarında Bəli, bəli. var idi bu mahnı. Bəli. Çox sevildi. Allah rəhmət eləsin. Yaxşı mahnılarımız çoxdur əslində. Yəni biz instrumentalistlər, müğənnilər bunları Müraciət eləmək xatırlatsa, lazımdır. bəli, gözəl olar ki, yeni nəsildə, gənc nəsildə, yəni balalarımız, nə bilim, evlatlarda, indi az yaşlı uşaqlarda bilsinlər ki, yəni belə bir bizim mahnılarımız olub. Valla o qədər keyfiyyətsiz bu dəqiqə mahnılar çıxır ki, adam nə bilim belə baxırsan ki, yəni çox belə nə bilim, zövqləri korlayan, Bəzən o çox keyfiyyətsiz dediyiniz bərbad. mahnıları siz də elə, Fərhad da, ikiniz də sazda da klarnet ifa edirsiniz. Mən axı. ifa eləmirəm. Fərhad heç Musiqi- eləmir. Keyfiyyətsiz mahnı bilsən, Keyfiyyətsiz mahnı ifa. yox, O bilsən, olmayıb ki, məsələn siz onu Məsələn. müğənni oxuyanda xoş gəlmir, amma sazda klarnetdə yaxşısınız. yox, Məsələn. yox. Hə? Yox. Məsələnin özünü Mən çox gözəl eləməmişəm. bilirsən. Yox, yox. YouTube səhifənə girsək var. Keyfiyyətsiz mahnı olmayıb. Yox, keyfiyyətsiz Mahnıların mahnı. hamısı ki, yaxşıdır. Niyə? Bəzi mahnılar var, sözləri ilə musiqi düz gəlmir və ifaçının ifaçılıq tərzindən də o çox şey asılıdır. Tamaşaçıya çatdırmaq. Əslində pis mahnı yoxdur. Mahnı yoxdur, bəli. Mən razı mahnı deyiləm yoxdur. sizdən. Pis mahnı da var, pis ifaçı da var. O düzgün fikir deyil. Pis ifaçı var. Pis mahnı yoxdur. Necə yəni pis mahnı yoxdur? Sən bu gün Gövhər Həsənzadə, Nalə Mirməmmədlinin mahnısı ilə bu gün çıxan mahnıların hansı tıqqıdı. Onlar sən onların mahnı sayırsan, mahnıdır o. Bir tutursansa. Mahnıdır o. Mahnı pis Mən onun mahnısı, mahnıdır yox, da. mən mahnı, söhbət bizə nə deyir? Söhbət musiqidən gedirsə, Və pis nədir? əlbəttə ki, o mahnıdır ki, o bir gün ifa olunur, sabah yaddan Bəs çıxın mahnı gedir. deyirsən pis Akif mahnı yoxdur. İslamzadənin Ala gözlüm səndən ayrı gecələr oxuduğu bəli. niyə yaddan çıxmır? Başa düşdüm. Ancaq Onda- keçən il sən o dediyin Sən oxuyan, öz dediyin keçən il sözlər, oxumara sən, indiki mən, sözlər mən də sizə sən, düşmür. mən səni, sən məni, o şeylər hamısı yaddan çıxdı getdi görsən. Bəs O demək mahnı yaxşı deyil. mahnı deyil. Biz onu ifa eləməliyik axı heç vaxt. Söhbət ondan getmir, sən ifa etməyinə Hə. getmir. Sən deyirsən ki, pis mahnı yoxdur. Bu sənin timsalında çox müğənnilər deyir. Pis Mən mahnı onun yoxdur. mahnı saymıram, Pis İbrahim. ifaçı var. Xeyr əzizim, pis mahnı da var, pis Mən ifaçı onun da var. mahnı saymıram axı. O mahnı deyil. Bu gün Azərbaycan tamaşasına onu o təqdim boşluq doldurmaq üçün yalandan bu gün zümzümədir. YouTube səhifəsindən filan kəs o filan kəs bu mahnını oxuyub deyiriksə, demə mahnıdır da qardaş. O mən mahnı saymıram heç vaxt. Sən saymırsan amma sayılanlar Siz çox. İbrahim nədir? O stəkanlar var, içirik, sonra atırıq. Yəni o indi Bir çıxan, dəfəlik. bəli, indi çıxan bəzi mahnı deyək də, indi nə bilim valla mahnı adını o qədər ucuzlaşdırırlar. O dediyimiz o mahnılar bax o tipli bir şeylərdir. Sosial şəbəkələr də onun əlindən partlayır, dağılır. Cavan uşaqlar da baxır ona. Valla zövqlər korlanır, Samir, bərbad. düzdür, mən razıyam. Bax sizin fikrinizdən zövqlər korlanır. Samir, sən bir aparıcı olaraq, aparıcılıqdan əlavə sənin keçmişinə nəzər salanda bir Mədəniyyət və İncəsənət Universitetindən bir təhsil alan bir tələbə olaraq, savadlı bir insan olaraq, səncə bugünkü mahnıların belə daha çox bir günlük mahnı olmasına görə deyirəm, yayılmasının səbəbi nə oldu? Vallahi İbrahim öyle çok Bax sənin də proqramında olub elə müğənnilər ki, gəlirlər, oxuyurlar, toy üçün işləyirlər, nə bilim, kütlə üçün işləyirlər, onların öz dinləyicisi var. Amma daha çoxluq təşkil edir. Məsələn, bugün mən düşünərəm, indi hər biriniz də savadlı insanlarsınız da. Bugün Faiq Sücətdinovdan mahnı alan çoxdur, yoxsa başqa bugün musiqi bəstələyən, özlərini bəstəkar adlandıranlardan çoxdur? Yəni düzdür. Bugün əsl belə sənətlə məşğul olmaq istəyən çox azalıbdır. Niyə görə deyirlər? Sənət göstərəndə pul qazana bilmirik. Sənət göstərəndə. Hə, bu 3 günlük, 5 günlük, lap deyək də bir mövsümlük ömrü olan mahnılar baxırsan ki, hamısı trenddədir. O mahnını da trendə salan bizim tamaşaçılarımızdır da. Və bugün bizim o köhnə, ötən əsrdə olan, köhnə deməyim, ötən əsrdə olan sənətkarlarımıza qulaq asılmırsa, biz nə qədər də yalandan desək ki, məsəl üçün, gecə-gündüz bugün 18-19 yaşlı gənc Şökət xanım Ələkbərovaya qulaq asır, Sara Qədimovaya qulaq asır. Çox azlıq təşkil edir. Fatma xanım Mehrəliyevaya Çox az. qulaq Siz Fatma asır. Mehrəliyevanı Çox tanımırlar. yalan danışarıq. Bugün qulaq asırlar, bugün gündəmdə olan, necə gündəmdə, bugün meydanda olan müğənnilərimizə və onlar nəyi oxuyurlarsa elə bilirlər ki, Azərbaycan mahnıları bundan ibarətdir. Musiqisi bunlar. Hə, Azərbaycan mahnıları bundan ibarətdir və o mahnıları doğrudan bəhbəhlə oxuyurlar, bu bizim mahnımızdır. Əslində bu Azərbaycan musiqisinin fəlakətidir.
Öz istəyirəm. Müğənnilər hamısı bir-birinə oxşadığı kimi mahnılar da bir-birinə oxşayır. Bax baxırsan müğənni, mən keçən səfər həqiqətən tanınmışlar. 3-4 müğənni idi efirdə. Ayla dedim budur. Özümə də bir yerdə olan insanlardır. Necə məsələn bir dənə kosmetoloqun yanına gedirlər. Hamısını elə bir qəlibdən çıxardılar. Hamısı da bir-birinə oxşayır. Deyir mənim falan kəsə oxşadı. Bu da gəlir oxşadır o falan kəsə. Baxın, mənim proqramda neçə dəfələrlə olub burada gənc ifaçılar. Məsələn, mən burada rəsmlər göstərmişəm ki, retro ifaçılarda ötən əsrin sevilən, amma bugünkü əsrə qədər, bundan sonraki əsrlərdə belə onların mahnıları dinləniləcək, siması tanınacaq. O ifaçılar var. Onları tanıyırsınız yoxsa yox? Mən deyərdim ki, 90%-i nə Flora Kərimovanın cavanlığını, nə İlhamə xanımın cavanlığını, nə Şövkət Ələkbərovun, nə Fatmə Mehrəliyevi tanımayıblar. Niyə tanımırlar Vüsal? Səbəb nədir? Təbliğat, çünki onların üzərində qurulmayıb. Onların üstündə qurulmayıb. Bəli, demək keçən dəfə bir toy sahibi var, Fərhad. Nəsə zəng elədi, Allah bütün evlərdə toylar qismət eləsin. Yəni biz Azərbaycan xalqı olaraq həqiqətən dəyərli musiqiyə həmişə biz dəyər vermişik. Yəni bizim məclislərimizdə həmişə istəmişik yaxşı ifaçılar toy idarə eləsin. Çünki ömürdə bir dəfə olur bu. Demək keçən dəfə Fərhad toy sahibi zəng eləyib mənə. Nəsə danışdıq. Hər şeyi danışdıq. Ora-bura indi orada ümumi məbləğdə bir 200 manatın söhbəti qaldı. Hə, mən verilişində də danışdım. Allaha 200 manatın söhbətidir. Yəni bu deyirəm ki, bəs indi bax Çin ansamblı var da 10 nəfər, 11 nəfər tək o pulu mən özüm götürmürəm, amma 10-11 nəfərə pul bölürəm mənim. Çox yanım var, həm aparatura, ora-bura. Başımda indi belə çox xırdalıqlar var. Danışdıq toy sahibindən, başım belə 200 manatın söhbətində qalıb. Deyirəm ki, qardaş, sən toy bitəndən sonra hansısa sarayda eləysən bilmirəm. 60, 70, 80 min hesab verəsən ora. 200 manatla sənin problemin həll olursa, and olsun Allah bütün məbləği keçsin. Nəysə, bu da bir yana da bitər 200-dən 100 elədi. 100. Dedi ki, 100 dedim, hər şey daha yaxşı. Elə bir ora mən nəmər yazdırmışam. Toy başladı, bir də gördüm, yaxınlaşdı ki, 30 dəqiqəlik müğənnilər. 3 nəfər 30 dəqiqəlik var. Yaralı yerimə toxunursan. Mənim, mən belə şey görməmişəm. 30 ildir, mən gələn il mənim 30 ilim tamam olur ki, mən bu alətlənəm. 26 ildir mən toy çağırıram, qardaş, belə şey görməmişdim. 3 dənə yarım saatlığım var. Dedim, indi qoy el adlarını deyim. Məsəl üçün, orada olsun Eyüp Yaqubov, bəh, Ləzzət. Orada olsun İlqar Muradov, bəh, super. Nə bilim, da belə. Qardaş, 3 nəfər elə birinin adını dedi. Hansı ki, bilirsiniz də. Nəysə, o da yarım saatı mənim ansamblindən getdiyim qiymətdən 500 manat hələ artıq gəlir. Elə dedim, yaxşı eləyir buna, nə eləyir bu toy sahibinə. Nəysə, bu toy olub qutarıb, elə özünə də dedim sonra da özü peşman oldu. Ki, mən kaş bunu çağırmazdım. Yarım saat çağırıb 6 mahnı adından elə bir ki, bu nəysə də imzadır. 6 mahnı nədir? Gəlmişsən 10 dənə də oxuya bilərsən. O nə deməkdir? Elə bir mən toy çalıram. Deyir ki, o biri var bir dəfə deyir ki, mən toy saat 12-nin yarısına qədər danışıram. Ondan o tərəfə toy çalıb oxumuram. Nətə yəni, sən başa düşmədin. Bu sənətə mənim atam Ramiz məni bu sənətə öyrədəndə mənə deməyib ki, sən filan saata qədər ifilə, filan saatdan sonra çalma. Bu nə deməkdir? Mən bu sənət adamıyam. Zal, üzr istəyirəm, fikrini yadında saxla. Fikrini yadında saxla. Bu mövzuya qayıdacaq, amma hal-hazırda reklamların zamanıdır. Ayrılaq reklamlara, reklamlardan sonra buradayıq. Baş sponsor Tafi Uşaq Bezləri. Sponsorlar Aki Inter Xaricdə Təhsil Şirkəti, Bəyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show reklamlardan sonra davam edəcək. Baş sponsor Tafi Uşaq Bezləri. Sponsorlar Aki Inter Xaricdə Təhsil Şirkəti, Bəyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show reklamlardan sonra davam edir. Gün və gün təzələnir çiçək tək açan eşqim. Aləmə nur çiləyir günəş tək saçan eşqim. Zirvələrə qıy vurur kəklik tək uçan eşqim. Tanrının uğrunda axşam səhər yoxdur. Qoy verim səndə qalsın
məndə dəyəri yoxdur. Yağdırır başım üstdən məhəbbət yağışını. Düzübdür yolun üstə sevginin naxışını. Gözlərində görürəm Tanrının baxışını. Gah ağıllı, gah dəli, heç bir təhəri yoxdur. Qoy verim səndə qalsın, məndə dəyəri yoxdur. Zirvələrdən enibdi, səmalara ucalır. Dəryalarda yelkənsiz buludun üstə qalır. Ulduzlardan örpəyin günəşdən xələt alır. Qəlbdə doğulan eşqin kəndi, şəhəri yoxdur. Qoy verim səndə qalsın, məndə dəyəri yoxdur. O haqqın dərgahından nur çiləyən işıqdır. Zər zinətli bu sevgi ömrə bir yaraşıqdır. Gözəllik görən gözüm təkcə sənə aşıqdır. Qorxma, daha gözümün qəmi, qəhəri yoxdur. Qoy verim səndə qalsın, məndə dəyəri yoxdur. Yoxdur gecə gündüzü, sənli, sənsiz darıxır. Səndən uzaq qalanda mənli, mənsiz darıxır. Könlüm toyda, düyündə şənli, şənsiz darıxır. Köksümdə ürəyimin səbri, qərarı yoxdur. Qoy verim səndə qalsın, məndə dəyəri yoxdur. Qoy verim səndə qalsın, məndə dəyəri yoxdur. Samir Bayramlı. Təşəkkürlər Çox sağ ol, Samir. Fərəd, Neçə çox ildir sağ ol. artıq Samir şeir deyirsən? Bu kimin sözləridir bu? Bu sözləri biz bunun klipini də çəkdik. Təbii ki, o bizi klipimizi maliyyələşdirən şəxsə mən adını çəkmirəm. Təşəkkür bildirirəm. Zöhrə xanımın Zöhrə Xəlilinin şeiridir. İnşallah iki fərqli gözəl şeirlərimiz. Sadəcə bu dönəmlər biraz nasazam, biraz səhhətimdə belə də yüngülvari narahatçılıq var. Ona görə əslində çox istəyirdim ki, sənin veriliş və yepyeni şeirlərlə gəlim. Gözəl iki şeirimiz də yaxın günlərdə lentə aldıracağıq. İbrahim, çox üzr istəyirəm, fürsətdən istifadə edirəm. Bizim efirimizi hal-hazırda izləyir. Bizim çox hörmətli futbolçumuz Turan Vəlizadə. İnşallah iyun ayının 5-də Turan bəy artıq ailə qurur. Atası Nəsiminin adından, anası Ülviyə xanımın adından, dayısı Elşad bəyin adından təbrik edirəm. Mən də bu təbriklərə qoşuluram. Milli yığmada oynayır? Bəli, Turan Vəlizadə. Salamlayırıq. Ölkəmizdə belə məşhur futbolistlərdən. Sözüm var idi. Hal-hazırda İbrahim, mənim üçün çox dəyərli, xətirəziz olan gözəl bir xanım var. Aytən xanım hal-hazırda bizi izləyir. Salamlayıram, onu da öpürəm. Samir, sənin də bu arada şeirini çox bəyəndi. Çox sağ olsun, təşəkkür edirəm. İbrahim necə deyirdi, şeirlə bağlı? Fikrim bildirsin deyəcəm. Salamlayıram Aytən. Oynamaq işin yüngül olsun. Biz də salamlayırıq. Biz də salamlayırıq. Bütün televiziya tamaşasından birazdan SMS-lər var, onları da oxuyacağım. Samir, çox şeirlər səsləndirmirsən. Öz proqramında da eşidirik və klipləri çəkdirmirsən. Ən çox müraciət etdiyin o şairlər kim olub bəs? Valla mən çox insanların şeirlərini səsləndirmişəm. Mən o qədər bizim yazarlarımız var. İbrahim, bir də görürsən, məsəl üçün pul təklif eləyirlər. Məsələn, mənim şeirimi denən dəfələrlə olub, yəni bu məsələlər. Mən o şeiri oxumuşamsa, xoşuma gəlməyibsə... Kimin qələmin bəyənirsən, Samir? Kimin qələmin bəyənirəm? Özün səsləndirdiyin. Məsəl üçün, Musa Yaqubun qələmini çox bəyənirəm. Onun da bir neçə şeirlərini demişəm. Məsəl üçün, Nazilə xanım Səfərlinin bir gözəl şeirini demişdim, ona deyin gəlməsin. Biz ona video görüntüdə çəkmişdik. Gülaya Şınıqlı,
çoxdur bizim hə Eynək şeiri ilə bütün dünya səs sala baxır. Aha. Bu, mən şeir olanda kimi şey. hə düz deyir. Evlərdən gətirməyib, mən yazmışam. Biz ondan bir müşaq pulu qazanıb. Tamaşaçılar bax görürsüz, İbrahim danışanda Dilə gəldi. Niyə haqqa girir axı. Haqqa girir axı. Mən gözləyirdim Eynək şeiri ilə bütün dünya danışanmısan. Demirsən ki, Mən gözləyirdim sən dilə gəlməyi. O Dilə əslində gəldin. sən Qoyma dalın 2 gətirimi. dəfə mən şahid oldum. Eynək şeirinə görə Samiri 2 dənə yaxşı məclisə dəvət ediblər. Biri Bakıdaydı, biri də rayonda yaxşı qoy özlər. öz danışsın. Məbləğə gedibsən. Niyə Bəlkə demirsən? demək istəmir o. Hə? Bəlkə onu demək istəmirdin heç. Demək istəmirdim. Yox, Fərhad burada gəlirdim yavaş. Sonra gördüm. Fərhad özü dil açdı. Fərhad özü partladı. Hə, Eynək şeiri də Fərhadın şeiridir. Çox adam elə bilir özüm yazmışam. Ümumiyyətlə mən söylədiyim şeirlərin heç birisini özüm yazmıram. Bizim gözəl yazarlarımız yazır. Fərhada da təşəkkür edirəm buna görə. Bəli, Eynək şeiri də sevdiyim şeirlərimdəndir. Tamaşaçılarımız görək nə yazıblar. Çox gözəl verilişiniz var. Salamlayıram sizi. Samir müəllimə də xüsusi salamlı deyirəm. Aha. Hörmətli və sevimli İbrahim bəy, sizi salamlayıram. Qonaqlarınızı salamlayıram. Dünya televiziyasının yanar işığı Samir bəyi salamlayıram. Gülafət xanım yazıb, sənin daimi tamaşaçın Türkiyədən. Və bir rəsmini də göndərib, deyir biz o vaxt 2000 neçənci ildədir? 2018-ci ildə Samirin proqramına gəlmişik. Salamlayır sizi. Salam İbrahim qardaş, Ucar rayonundan salamlayırıq. Qaracaqlı kəndindən Maliş yazıb. Qonaqlarınıza salamlarını çatdırın, Samirə də salamlarınızı çatdırın yazıblar. Aha, tamaşaçımız yazıb, Samir Fərhad proqrama gələndə alqışlamadı. Nəyə görə? Aha, bu bayaq bir mövzuydu. Cəmaatın cavabını ver, götür ver. Aha. Cavab ver. İbrahim bəy, sizin verilişinizin qonaqlarınızı salamlayırıq. Vüsal Ramizoğlu gözəl sənətkardır. Vüsala salamlar, Şəkidən salamlarınızı çatdırırıq. Samirə Şəkidən salamlar var, Mətləb salamlarını çatdırırıq. Mətləb, mənim dəyərli. İbrahim, inansan o mətləb ki var. Bizim elə tamaşaçılarımız var ki, yəqin səndə də bu belədir. Daimi. Daimi izləyicilərimizlər. Onun həftədə bir dəfə vaxtı olur efiri izləmək. Çünki işləyir. Yəqin səni izləyər. Çünki səndə axşam efiridir. Mən də həftədə bir dəfə izləyir 4-cü günü. Mən o insanı görməmişəm. O insanı belə bilmirəm. Sadəcə telefonla danışmışıq. Arada yazışırıq, eləyirik. Elə bilirəm ki, illərdir tanıdığım bir insandır və hər halda zəndimdə də yanılmaram. Çünki sən şahid olmursan başqa bölgələrimizdə belə insanlar olub, eşidiblər, biliblər. Ora gedəndə xəbər demişəm gəlirik. Yəni demişəm doğrudan da demək məni zənnim allatmayıb da. Allah qorusun hər birini. Deməli bir tamaşaçımız Qəbələdən yazıb deyir bu sualı Fərhad və Vüsala səsləndirin. Hörmətli Fərhad bəy və Vüsal bəy. Sizcə tam səmimi yoxsa İbo Show? Çox maraqlı, sağ olsun o Qəbələdən izləyici. yazıblar bunu. Sən niyə mən birinci qabağa verirsən? Bu da uzun işdə. Buyurun. Bu da uzun da. Yol böyüyündü, buyurun. Doğrudan cavablar mənə Mən də maraqlıdır. maraqlı. Bax, mən deyim Tam də- səmimi yoxsa İbo Show? Mən, Qəbələdən tamaşaçımızın Mən sualı. tam səmimi deyəcəm Aha. burada. Mən axı səndən öncə mən ilk dəfə Samirin verilişinə gəlmişəm Bəli, axı. bəli. İncimiyəsən? Xeyr, nə incim? Samir, sən də incimiyəsən. Hər şeyi Yox, mən doğru yox. deyəcəm. Bax, məsələn, Nala müxabir mən bayaq qeyd elədim, biraz çətin günlərimdə Samir mənim həqiqətən bir qardaşım. Söhbət verilişdən gedir. Yox, deyirəm də, bu qulaq as. Samir yanımda olub, dəstək olub, onu qoyuram bir qırağa. İbrahim, sən də həmişə mənə dəyər verirsən. Ancaq ilk dəfə məsəl üçün mən Samirin verilişində olmuşam və dünya televiziyasının bir sütunu kimi olub da həmişə tam səmimi. Səndən öncə olub axı. Bəli. Mən məsəl üçün mən özüm də onu etiraf bax, eləmişəm. mən etiraf edirəm ki, tam səmimi dünya televiziyasının sütunu kimi olub. Bəli. Hələ də o neçə il Samir artıq davam edir. Artıq 13-14 ildir. 14 il bir bunlar verilişin atacam, patlatacam. atasından sonra qara siyaya. Bax 14 il bir verilişin davam eləmək ona həm gücü lazımdır, həm insanları yormamaq. O şey Samirdə var. Səbir lazım. İnşallah Samirin Tam verilişinin səmimi, dedin. Samirin verilişinin uzun ömürlüyünü sənə də arzulayıram. İnşallah. Vüsal Ramizoğlu. Vallah. Günorta verilişlərində Samir, axşam verilişlərində İbrahim. Görsən necə uzun və siyasətçi insandır. Siyasət tam səmimi demədi. Tam səmimi də dedi. Mən inandım ona. Vəssalam. Yox, iki seçimin olsa, Qardaş, günorta Yaxşı, iki seçimdən birini seç.
İkidən Bəli. biri seçməlisən. Mən birini seçmirəm, mən elə ikisini də. Yox, deyirəm. Yo, seçməlisən axı. O da Fərhad da. Axşam da. Onda mən də ikisini də deyim də. Deyim yox olmaz. Nə dedi o? Tam səmimi cavab Səhər də olmadı. dəvət alıram axşam. Elçin Elə bil Fəlsət. ki, Samir axşam. elə bil fag Fərhad gəzirdim də Tufanı biraz qara fag siyahıya. Sonradan mənim əla aparıcılardır bunlar. Yox, aparıcılıqdan söhbət Aha, gedirsə, tamaşaçılarımız bir şey yazıblar. Yardımlıdan daimi tamaşaçınız Nazim müəllim baxır. Uğur bəy ilə bərabər salamlayırıq sizi. Şəxsi məsələlər burada müzakirə olunmayan yeganə verilişdir bu. Çox rəngarəng və sevilən verilişdir. Qonaqlarınıza salamlar və Samirə də xüsusi salamlarınızı çatdırın. Sağ olsunlar. Yardımlıya salamlar. Aha, Buzovnadan Şahin yazıb salamlarını çatdırır. Çox sağ olun, təşəkkür edirik. Fərhad Tufan sevilən saz ifaçısıdır, çox sevirik. Saatlıdan baxırıq sizə. Salamlayıram doğma saatlılarımız, Sabirabad saatlı, Şirvan, Beyləqan, Füzulidən salamlarını çatdıran müğənni Abdulladır, sizə salamlarını çatdırır. Çox sağ olun, var olun. SMS yazan dostlarını çox sağ olun və Vüsala xüsusi salamlar. Vüsal sənə də salamlar, adsızdır. Və bugün proqramdan əvvəl TikTok səhifəmdə bir canlı yayım açdım. Mən tez-tez o yayıma qoşulan deyiləm. Məsələn, Fərhad və Samir kimi. Yox, mən qoşulmuram da. Çünki mən deyim, TikTokda bir ara belə fəallıq göstərdim. Sonra gördüm dadı duza. İnsan belə böyük də səslənməsin, çox belə adiləşir. Mən onun məcburiyyətində deyiləm. Orada kimsə mənə nəsə artıq yazsın, nəsə xoş söz, nə onun artıq yazmağına, nə də bir xoş söz yazmağına ehtiyacım yoxdur. Aparıcını izləyici, mən belə düşünürəm ki, televiziyadan görməlidir, radiodan eşitməlidir. Sadəcə olaraq orada paylaşımlarımızı eləyirik. Bir məna olaraq bir də fikrimi yekunlaşdırım. Oğlum da icazə vermir. Canlı yayıma qoşulmana. Mənə deyir ki, ata paylaşımları elə, amma TikTokda canlı yayım açma. Nəyə demək istəyirəm? Mən də çox girən, daxil olan deyirəm canlı yayım orada açmaq. Mənim üçün çox maraqsız gəlir. Çünki orada adi suallar verirlər ki, bəzən hər tamaşaçının əlində saxlamaq olmur, şəxsi söhbətlər olur. Amma efirdən qabaq bir 5 dəqiqəlik yayım açdım. Mənim bir dostum var, Tahir, Göyçaylı balası. Dedim, Tahir, sənin bu Göyçay mahnını çox sevilib. Niyə efirlərdə olmursan? Dedi, bəs gəlmək istəyirəm. Dedim, bugün gəlib bu mahnını oxuyasan. Çünki bir neçə proqramda artıq o mahnını məndən istəyirlər, Göyçay mahnısını. Dedim, mən sənə bugün hədiyyə eləyəcəm. O mahnını bugün səsləndirəcəm. Tahir yaxşı oğlandır. Tahir yaxşı. Toyda da olmuşuq Tahirlə. Xətrində çox istəyirəm. Gözəl bölgələrimizin yadımdan çıxıb hansı bölgə idi. Biz Tahirlə toyda olmuşuq. Potensialına da belədəm. Maraqlı ifaçıdır. Özü də çox sakit, sadə, mehriban bir oğlandır. Allah yollarını açıq eləsin. Aha, dəvət eləyəcəm. Vüsal, reklamdan əvvəl bir fikrim var idi. Onu bitir. Çünki daha sonra mən müğənnini də dəvət eləyəcəm. Nəsə gəldi, həmən o müğənni toy oxudu. Dedi ki, toy sahibi dedi ki, bu yarım saat danışmışdı. Dedi, xanım, bir dənə də oxuya bilərsiniz, imkan varsa belə. Özü də belə qabiliyyətlə, tərbiyə ilə, həmən o toy sahibi. Əlini belə baxdı sağda, yanındakı prodüser edirəm nə idi. Dedi, o bizim vaxtımız bitdi deyəndə dedi, bir dənə də oxuyardınız da, yəni mənim qonaqlarım gəlir filan rayondan ora-bura, özə yaxşı adamlardır, bir dənə də oxuyun, biz oynaq dedi, yox, yəni bizdə alınmır bu. Alınmır nə da, nə alınmır, malım batır, xarab olur, pomidordu, xiyardı bu, nə alınmır, nə də alınmır, özü də fonoqram. Təyyarə ilə düşə bilmirsən, icazə vermirlər. Oxumadı, axırda da pulu da saydı, çox yəsi belə dedi, qurban olum, çox sağ ol da, yəni. Belə bir şey yaxşı oxumadın da, yəni onda sağ ol. Vüsal olaraq nə demək istəyirdin? O ev sahibləri müğənni seçəndə nəyə fikir verməlidir? Nətər, zövqlər yenə deyirəm, müxtəlifdir. Bəzi şeylər yerini dəyişibdir bugünkü gün. Yaxşılar keçir, dalı elə bir qobusilər keçir qabağa hardasa, amma o da müvəqqətidir. Yaxşının yenə də yaxşı kütləsi var. Fərhadın öz sevənləri, öz kütləsi var, öz izləyiciləri var. Toy bazarından danışıram. Mənim, onun, bunu. Yəni, amma olur ki, bu xırda, bu primitiv mahnıları, musiqiləri səsləndirənləri gətirib başa çəkirlər, qardaş. Otururlar, sonra da diskə baxır, oturur, nə bilim. Bax, elə o hörmətsizlik eləyir toy yəsinə, toy yerində ziyaz. Sonra başına dizinə vurur ki, vay, mən niyə arvadın sözünə qulaq asdım, nə bilim, kimin sözünə qulaq asdım. Ona görə əziz toy sahibləri, əziz dostlarımız, əziz qardaşlar, əziz bacılar, ömürdə bir dəfə olur. Seçim eləyəndə deməyin ki, elə bu populyardır, bütün gün efirdədir, TikTokdadır, elə bunu da çağır, yox. Biraz ölçün pisin. Çünki sizin
toy eləyirsiniz, sizin evlatlarınız 20-25 ildən sonra ona baxanda deməsin ki, papa bu nə idi gətirmişdi bizim İbrahim, toya?" bax, sən Bunlara ol, diqqət mən eləmək olum, lazım. dəyərli qardaşım. Biz tamada deyilik. Bəli. Ümumiyyətlə, mən tamada deyəndə əsəbləşirəm. Həqiqətən əsəbləşirəm. Mən aparıcıyam. Yox, mən nə bilim, hansısa belə pis də səslənməsini, bir də görürsən, da tamada başqa sahənin adamıdır. Biri pensiyaya çıxıb, özünə iş tapıb, məsəl üçün gəlir toy aparır. Biri ümumiyyətlə bu sahənin adamı deyil. Mən boşu-boşuna 5 il İncəsənət Universiteti, 4 il mədəni maarif, 9 il oxuyub, məsələn istəmirəm mən kimsə tamada desən. Bəli. Ən zəhləm gedən Bəli. sözdür. Məsələn biz toylara dəvət alırıq aparıcı olaraq. Aparıcı olaraq. Məsələn sən də dəvət alırsan. Bəli. Mən də şükür Allah ayda 5 dənə, 10 dənə, 15 dənə toyumuz olsa min şükür. Biz zaten belə nətər deyim, bizim işimizin adı televiziya aparıcısı. Bizim işimiz budur. İndi sağ olsunlar insanlar dəvət eləyirlər, toylarını daha səliqəli görmək istəyirlər. Məsələn deyirlər mənim toyumu bugünkü günün zamanının tələbinə uyğun İbrahim Azəri aparsın və yaxud İbrahim Azəri ilə hansısa bir xanım aparıcı aparsın və yaxud Samir aparsın və yaxud hansısa xanım aparıcı ilə biri. Bu tamam artıq o insanın zövqünə bağlıdır. Yoxsa nə bilim mən mənə məsəl üçün tamada sözü deyəndə dedim qardaş mən xahiş edirəm. Əslində mən sənin fikrinlə tamamilə razıyam. Tamada nədir? Tamada olaraq hal-hazırda o adın da belə çəkisini o qədər yüngülləşdirib, ucuzlaşdırıblar ki, mən keçən proqramımızda da burada qiraətçi dostlarımız var. Onlar Masabəyə kimi toylara gedirlər. Mən onlara da iradımı bildirdim ki, aparıcının da, müğənninin də yeri bir məlum olan bir qardaş, yerdir. onlar aparıcı deyirlər axı. Yox, o Masabəylərdən 70 yaşında hansısa bir tamada haçandan aparıcı olur. masaları gəzirlərsə. Haranı bitirib, haranı oxuyub, onların səhnə danışığı var, onların nitq qabiliyyətləri var. İntellektual səviyyəsi. Onlar axı necə yəni onlara da aparıcı desinlər, yoxsa televiziyalarda, radiolarda çalışanlara da Mən aparıcı razıyam. desinlər. Mən 5 şeir öyrənib toylarda elə hər toyda o şeiri səsləndirməklə Yo. Əvvəllər sərpay deyirdilər. Əlində çomaq otururdu, onun sözünü məsəl üçün belə deyək də, palatka toyuydu, kişi məclisi idi. Sərpayı. Yəni orada onun sözü qanun idi. Sonra oldu tamada. Ondan sonra indi bir sənətər tamada bir deyəndə bir şeir falan onun nəzərdə tutuldu. Yəni sən O da qiraətçidir. qiraətçi, o Masabəyi aparıcı, ən gözəl. Məclisi idarə edən aparıcı. Aparıcı, Belə bəli. deyilsə lap səliqəli olan elə bilir. Hal-hazırda bu məclisi də mən idarə elədiyimə görə mənə də imkan verin. Bəyin ata-anasını dəvət eləyəcəm. Göyçaydan gəl. Göyçaydan gəlib bizim bu dostumuz, amma Göyçaylı da Bakı şəhərində yaşayır, xidmət aparır, toylarda olur. Bu yaxınlarda da verilişimizdə oldu. O Göyçay mahnısı çox sevildi. Elə mən də bugün ona söz verdim ki, bugünkü proqramda heç olmasa o mahnını səsləndir. Tamaşaçılarımız çox istəyiblər o mahnını. Dəvət eləyim gəlsin elə. Həmin ifa, həmin ifaçı. Tahir Göyçaylı gəlir dostlar, öz ifasıyla. Bir gün gelir söyleyeceğim derdim, yollarında gözüm kalır Göyçayım. Gerip sileyim benim kalbimi.
Mixailo, xoş gəldin qardaş. Axşamın xeyir olsun. Necəsən, nə var, nə yox? Hər birinizdən görüşsün. Hoş gördük Tahir. kardeşler sizleri. Canım ay Tahir, necədir və işlər? Teşekkür ederim kardeş. Sənə söz verdim ki, bugün gələcəksən, mahnını Çok sağ oxumaq. olun, var olun. Cavanşir baxır. Elbette ki var. Cavanşiri salamlayırıq. Salamlayırıq Dəyərli- Cavanşiri. Dəyərli qardaşımız. Düzdür, Cavanşir tanımıram, qardaşımızı mən də salamlayıram. İnşallah səni tanış eləyər Tahir. İnşallah. Tahir, işlər necədir? Bu mahnım çox sevildi. Mən SMS-lərdə də yazıb soruşurlar, həm də TikTok səhifəsində də bugün çox yazdılar ki, Tahir Göyçaylı'nın Göyçay mahnısını eşitmək istəyirik. Mən də Tahirə söz verdim bugün ki, gələcəksən, oxuyacaqsan. Teşekkür ederim kardeş. Dəvətiniz üçün, rəhbərliyə teşekkür ederim. Bizler için belə bir vaxt ayırdıq. Var olasınız. Allah razı olsun. Var ol. İşlər yaxşıdır. Şükür Allah. Allah. Yaxşı olasan. Tahir, sən ifa etdiyin vaxt Fərhad Tufanla Vüsal Samir dedi ki, çox mədəni oğlandı bu. Toylarda bir... Çox sağ olun qardaş. Hər birinə hörmətimiz var. Hər biri bizim dəyərli sənətçilərimizdir, sənət dostlarımızdır. Samir qardaşımızla biz uzun illərdir tanışıq. Toylarda olmuşsun. Ruhu şad olsun. Ruhu şad olsun. Nofər Süleymanov ilk dəfə bizi tanış edib. Allah rəhmət eləsin, Nofər qardaşımıza da. Dostluq qardaşım. Fərhad, deməli bu yaxınlarda bilirsən də, özün də baxırdın həmin proqrama, yoxsa sənə də ünvanına çatdırdılar ki, artıq sənin haqqında söhbət getdi orada. İçkin Gəlin serialından o vaxtın o sevilən bir musiqisini sən də ifa etmisən. Aygün Kazımova oxuyub o mahnını. Nigaranam. Yox. Hə, ad günü. Yox, başqa bir musiqi var idi, sən də ifa etmisən, Mübariz də ifa eləyib. Hansı mahnıdır ki o? İtkin Gəlinin soundtrackı da filmin Yox, soundtrackı. İtkin Mübarizi Gəlin bilirəm, Mən Fərhadı İtkin bilmirdim Gəlini ifa eləməmişəm heç elədiyi. vaxt. Bəs niyə səni qızışdıran səbəb nə oldu? Sən efirə yazdın ki, yenə mənim haqqımda danışdı o. Həmin mahnını ifa etmişdi. Yox, nəsə yəqin danışıb da mənim haqqımda. Mənə zəng elədilər ki, sənin haqqında danışır, hə. Kim zəng Mən elədi dedim, Fərhad? əslində, dedim ki, Fərhad Tufan bu mahnını ifa eləyə bilər, yoxsa necə ifa eləyər, dedi, mənim kimi ifa eləyə bilməz. Hə, ola bilər, nə olar ki, Allah canı sağ eləsin. İndi mən Allah Pugaçovan milyon ağlıq roz. Milyon biri çox dedin. Yox, milyon ağlıq roz 3 dəfə O deyirəm. elə bir dörd dedi. İzakına videosu. Nə deyir ki orada Fərhad? Deyir ki, mən sənə rus dilini Bilirəm sən rus dilini. Mən Tərcümə TikTok söz- səhifəsində söküm gördüm. də burada Sən sən. övladlarının rus dilində danışırdın. deyir ki, pəncərədən baxırsan görürsən. Daş gəlir, hə? Deməli, o qədər bunu sevirsə, qadın o qədər sevibsə. Milyonlarla ev- qızıl güllər gördüm. Xudojnik, rəssam. Jilbuladın xudojnik bir rəssam olub evini bütün dağçasını, nəyi var, emalatxanasını satıb, gəlib verib qızıl güllərə, gətirib töküb xanımın pəncərədən baxıb ki, qızıl güllər yerə qızıl Yəni güllər onun səpər. Allah Pugaçova Gürcüstana qastrol'a gəlir, o mahnının tarixçəsi budur, tezliyim. O rəssam bilir ki, hansı oteldə qalacaq və konsert hansı salonda olacaq. Emalatxanasının, evin, malın, mülkün hamısını satır, verir qızıl güllərə. Həyətlə. Allah Pugaçovanın konsert verdiyi deməli saraya qədər, onun hansı ki oteldə qalıb, oradan ora qədər qızıl güllərdən bir şəlalə düzəldir və səhnəni də qızıl güldən bir şəlaləyə bürüyür. O mahnının Hə, tarixçəsini o da. yəni bildik. Bir İndi Gürcü Fərhad rəssam da onu oldu. necə Deyir kim ifa eləyir? sevir, deyir kim bu qədər ciddi sevə bilər ki, öz həyatını, hansısa bir sevgi həyatını qızıl güllərə Kaş çevirər. bütün sənətçilər hər biri oxuduğu mahnının mənasını belə Mənasını- başa düşür. İbrahim, Mənasını Fərhadın bilmirlər ki. xətrinə dəyməzsən. Onu Fərhad yox ha. Aha. Fərhad gözəl musiqiçidir öz yerində. Fərhad da ifa eləsə, nə bilim Fərhaddan sonra da, Fərhaddan əvvəl də o Allah Pugaçova repertuarının ən Şahətləri. şəhər əsəri. Yoxdur, əlbəttə, şimdi mən Allah Pugaçova kimi durub oxuyuram. Fərhad ifa... Yox, mən ifa Amma eləmişəm. yaxşı eləyib ki, insanların məsələn bu gün gənc nəsil ola bilər, bayaqki necə ki deyirəm Şökət Ələkbərova, nə bilim Rübabə Muradova, onlara gənclərimiz tamam başqa musiqilərə qulaq asırlar, onlara yox. Məsələn eləcə də bu gənc nəslin yadına salıb o musiqini. Mən o mənada Fərhadı alqışlayıram, gözəl Fərhad ifa elə o eləyib. musiqidən danışmışkən elə həmin musiqini bəlkə ifa eləyəsən. Hə? Hə? Reklam yoxdur ki. Reklam olacaq da sən. Elə o ifadan sonra biz reklama keç salarıq da. Həmin ifanı səsləndirək. Eşitməyənlər də eşitsin. Bildiyimə görə Samirin proqramında ifa etmirsən onu. Buyur, təqdim eləyin həmin mahnı, həmin musiqi.
Baş sponsor Tafi uşaq bezləri. Sponsorlar Aki Inter xaricdə təhsil şirkəti, Bəyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show reklamlardan sonra davam edəcək. Baş sponsor Tafi uşaq bezləri. Sponsorlar Aki Inter xaricdə təhsil şirkəti, Bəyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show reklamlardan sonra davam edir.
mesajı oxu. Bax, evdən gəlib demək kim yazıb da, evdəkilər yazıb. Ən axırıncı mesajı oxu. Nə yazıblar? Yazıblar ki, Hə. oxuyum da kim Hə, deyir? oxu. Nihat deyir, Fərhad da götür gəl darıxmışam. O qədər oğlum onu çox istəyir. Həqiqətən. Allah ha. sağ olsun. Bir də görsən Xoşuma mən çox belə istəyirəm. giləylərim. Öpürəm, bağını basıram. Hə, yəqin izləyirlər. O qədər Fərhad Salamlayırıq çox sənin istəyir. oğluna da. Gedərsiniz da. Hə? Güzdə İnşallah deməli ayın 14-ü gələcəm sizə. İnşallah, inşallah. Çünki indi məni gözləyirlər Bir dəfə, həqiqətən. ayağı sınmışdı İbrahim Nihadın. Fərhad götürüb aparıb gipsə qoydurub, gətirib. İnanılsın uşaq yaddaşı başqadır da. İndi bir adama 50 min dənə bir-birinizi bəyənmirsiniz. yaxşılıq eləyirsən, bir adama 50 min dənə yaxşılıq eləyirsən, vallahi elə bil ki, belə də olmalıdır. Amma uşağın o yaddaşında Allah saxlasın. başqa cür. Yaxşı uşaqdır. Nikoş çox Hayır, istəyirəm. sən dostların da sənə yaxşılıqlar eləyir, sən də dostlarına yaxşılıq eləyirsən. Bəzən o efirdə sənin adını çox çəkən dostların var. Maşallah olsun ki, bunların arasında səni dost kimi özünə görənlər Yusuf Səfərovdur ki, tez-tez sənin adını çəkir. Samir də tez-tez sənin adını. Nə bir-birinizə dəstəyiniz olub ki, sizi bax belə bağlılıq var. Çoxları sənət adamları ilə dostluq eləməyə özlərinə deyirlər ki, sənət adamıdır, bunlar çox güvənmək olmur, onlara çox yaxın buraxmaq olmur. Sən də sənət adamı, onlar da sənət adamı. Valla ötən səfərdə bu sualı vermişdin sən mənə. Prosta digər qonaqlarımız imkan vermədi sualı cavablandırım. Dostluq etmək üçün gərək özün olasan. Yəni tam səmimi özün olasan. Yəni rola girməyəsən. Rola girdinsə o dostluq itəcək. Səmiyyət var deyə dostluq gedir. Əlbəttə ki, yəni Samir olsun, Elmar olsun, Əziz olsun, Yusuf olsun. yəni Yusuf olsun, fərqi yoxdur. Hansı gecə saat 1, 3, 5 mənə zəng eləsə ki, yəni bir qardaş kimi, dost kimi sənə ehtiyacım var, falan yerə gəl, mən oradayam. İbrahim, bilirsən, mən Tahir buradadır deyəndə o fürsət qoy deyim. Bax, mən Tahirlə biz bir dəfə bölgələrimizin, o müğənnilər niyə tərifləyirlər bunu? Biz bir dəfə bölgələrimizin birində toya düşdük. İndi belə Tahirin oğlunun toyu deyil, qızının toyu deyil. Bunu da ev sahibi çağırmışdı. Özü də mağar toyuydu. Məni də çağırmışdı. İnansan, o ev yiyəsi qaldı bir qırağa, İbrahim. Tahir o qədər diqqət ayırırdı. Məsələn, hafizəmdə bu həmişə o şəkildə də qalacaq. Çox diqqət ayırdı. Bildi ki, bu zaten o bölgəlidir də, məsələn, Göyçaylıdır. İndi insanlar məndən çox bunu öz bölgəsi tanıyır. Elə bilirdim ki, Tahirin uşağının toyudur. Yəni, baxmayaraq ki, bunu da ora çağırmışlar. Çox adama qayğı, diqqət göstərən insanlar. Ona görə o xətrini çox istəyirəm. Amma tənbəldir. Tənbəlliyi var, biraz var. O da ki, inşallah ki, düzəlir. Bu son vaxtlar yox. Tənbəlliyi atıb, məsələn, elə mahnılar oxuyub ki, bir taksi mahnısı idi. O çox sevildi. İndi də Göyçay mahnısı çox sevilir. İnşallah ki, tez-tez yeni mahnılarla tamaşaçıların huzurunda olar. Bu gün gəldiyinizə görə təşəkkürümü bildirirəm sizə. Çox sağ olun. Çox sağ olun. Vüsal qardaşım, Fərhad qardaşım, Samir qardaşım və Tahir qardaşım. Çox sağ olun İbrahim. Təşəkkür edirəm. Siz əvvəldən oldunuz. Tahir proqramımızın son Çox sağ olun. bölümünə Təşəkkür edirəm. Xoş oldu belə qardaşlarla, sənətkarlarla məni bir arada görmək. Var olun gəldiyinizə görə. Dostlar, proqramımız bitir. Sonunda Fərhadın bir ifası ilə proqramımız bitəcək. İnşallah ki, sabah yenə yayımdayıq. Saat 18:45-də bizə baxmağı unutmayın. Başqa ifaçılarla bərabər. Sağ olaşaq. Gecən xeyri Azərbaycan. Görüşərik yenə. Buyur Fərhad, sənin ifandan bugünkü proqramımız bitəcək.
sponsor. Tafi uşaq bezləri. Sponsorlar. Aki Inter xaricdə təhsil şirkəti. Beyaz Flora bitki tərkibli məhsulların sponsorluğu ilə İbo Show sona çatdı.